Quran-ı Kərimə baxanda, dinimizə baxanda görürük ki, Allahın bəndələrinə məhəbbəti çoxdur. Allah bəndələrini sevir və bəndələrin sevgi üzərində yaradıb, öz sevgisindən yaradıb. Bunun ən bariz ifadəsi Allahın bizlərə din göndərməsidir. Allah bizə din göndərir ki, bu həyatda ömrümüzü hədər etməyək, həyatı düzgün yaşayaq, öz qədir qiymətimizi bilək. Quran bizləri düşüncəyə dəvət eləyir. Quran-ı Kərimə baxanda bir çox ayələrdə Allah bizi düşünməyə dəvət eləyir. Hər hansı bir hadisəni danışır, hər hansı bir həqiqətlərdən bizə xəbər verir. Sonra arxasınca buyurur ki, bunda ağıl sahibləri üçün ibrətlər var. Allah istəyir ki, biz həyatımızı düşüncə əsasında, ağıl əsasında yaşayaq. Ona təslimiyyətlə yaşayaq, onu tanıyaraq yaşayaq ki, həyatımızı hədər etməyək. Yəni, insan, Quranın sözü budur ki, insan əgər düşüncə sahibidirsə, ağıl əsasında yaşayırsa, mümkün deyil ki, Allahı inkar edəsin, dini inkar edəsin, həqiqətləri inkar edəsin. Bu mümkün deyil. Quran-ı Kərimdə Bəqərə surəsində Allah buyurur: "Və mən yərğəbu an milləti İbrahim illə mən səfihə nəfsə." Gözəl ayədir, qəribə ayədir. Buyurur ki, İbrahimin dinindən səfih və nadanlardan başqa kim üz döndərər? Yəni, bu dindən ağıl sahibi heç vaxt üz döndərməz. Bu dindən nadan insanlar üz döndərər. Öz qədir qiymətini bilməyən insanlar üz döndərər. İnsan əgər öz qədir qiymətini bilirsə, öz dəyərini bilirsə, mümkün deyil ki, dindən üz çevirsin, Allahdan üz çevirsin. Həyatında Allahın nişanələri olmasın. Bu, ağıl sahiblərinin həyatından uzaqdır. Ağıl sahibləri həyatın din üzərində qurur. Dindar olaraq yaşayır. Mümkün deyil ki, ağıl sahibi Allahı inkar edəsin. Tevhid dinindən, təkallahlılıqdan üz çevirsin. Ona görə də insan həyatını ağıl üzərində qurmalıdır. Ağıl üzərində qurmaq bu deməkdir ki, mən özümə dəyər verirəm, öz qədir qiymətimi bilirəm. Allah buyurur: "Allahu nurus semavati vel ard." Allah göylərin və yerin nurudur. Mümkün deyil ki, insan Allahı inkar edəsin, Allahı tanımadan yaşasın. Göylərin və yerin nuru